Hər vaxtınız xeyir. Xoş gördük sizi. Bugün uşaqlarımızın menüsü haqqında danışacağıq. Daha doğrusu, necə edək ki, bizim uşaqlarımız yesin. Bax, belə qəmgin bizə baxmasınlar. Gözlərini bizə belə qorxunc eləməsinlər. Belə gözəl, şirin balalar ac qalmaz. Sözsüz ki, biz onları yedizdiririk, lakin bəzən onların bu xoşuna gəlmir. Evdə xoşuna gəlmir, deyirsiniz, aparım, bayırda yedirdim. Kafeye aparırsınız, restorana aparırsınız. Orada da görürsünüz ki, yox, nəsə bu uşaq heç yeməklə arası yoxdur. Başlayırsınız onda hədə qorxu gəlməyə. Oturdursunuz, boşqabı qoyursunuz qabağına, deyirsiniz, bunu yeməsən, masanın arxasından durmayacaqsın. Bu da çıxış yolu deyil. Bəs nə eləmək lazımdır? Əlbəttə, uşaqlarınızla mətbəxə bir yerdə girin, bir yerlə hazırlayın. Görərsiniz, onların yeməyə marağı daha çox olacaq. Və adət elədiyimiz sadə, necə deyim, boşqaba qoyub gətirib masaya verdiyiniz xörəklərdən başqa uşaqları maraqlandıran şeylər də hazırlayın. Baxın, görün nə həvəslə mətbəxdə çalışırlar. İnandırıram, onların hazırladığı şey ləzzətli olmasa da onlar onu yiyəcəklər. Bütün ailəniz bir yerdə mətbəxə girin, bir yerdə hazırlayın və bir yerdə masaya əyləşin. Görün necə cürəbəcə şeylər fikirləşib düzəltmək olar. Adi çörək, zeytun, nə bilim, pendir, sosis, hazırladığımız kotletlərdən və ya salatlardan fikir verirsiniz, nə qədər asan və maraqlı şeylərdir. İndi isə gəlin mən sizə bir sadə bir, deməli, necə deyim, göstərişli yemək hazırlayım. Yəni uşaqlarınızın xoşuna gələcək. Bu adicə toyuqdur, mən onu doğramışam və soğan, duz, istiyot, sarımsaq, biraz tomat pastası və ya ketçup, evdə nəyiniz varsa da onu belə qarışdırmışam. İndi hamısını qoyuram tavaya. Yəni, çox əziyyət çəkmədən pişirəcəyiniz bir yeməkdir bu. Bilirsiniz ki, hamımız indi toyuq alırıq, toyuğun döşətini alırıq və xeyirli olsa da, olmasa da buna məcburuq. Uşaqlarımız üçün bunu pişiririk. Özümüz də yeyirik, uşaqlar da veririk. Nə yağ tökdüm bura görürsünüz, nə bir şey. Örtdüm qapağını, qoyuram bir 10 dəqiqədən sonra yaxınlaşacağım buna və bu, deməli, marketlərdə satılan toyuqlardandır, kənd toyuğu deyil, ona görə də tez pişəcək. Sadəcə buzlulardan deyil də, yəni ki, buzlamamış toyuqlardandır. Görünüşü çox da xoşa gəlməyən ola bilər indi. Bəs indi necə eləyək ki, uşaqlarımız bunu yesinlər? Əlbəttə, ağ əti yeyirlər. Çox da yaxşı yeyirlər. Yanında amma olan şeyi belə də baxırlar da, yeyərəm bunu ya yemərəm. Bir də sobaya qoyub qızartdıqda kartofla, onu da çox gözəl yeyirlər. Amma həmişə kartof yemək olmaz axı. İstəyirsiniz ki, evladınız həm makaron yesin, həm xıngal yesin, həm dügü yesin və s. və s. Ən çox da tərəvəz, göyərti yesin. İndi baxın, toyuq burada qalsın özü üçün, necə deyirlər, bişməyə. Mən qabaqcadan düyünü yudum və bişirdim. Biz adət eləmişik ki, aş bişiririk, o belə səpələnməlidir, dən olmalıdır. Uşaqlar isə onu çox xoşlamırlar. Siz fikir vermişsiniz ona. Adətən nə qarasını yemək istəyirlər, nə bir şey, amma düyünün özünü yeyirlər. Ona görə gəlin bu düyüyə elə bir şəkil verək ki, uşaqlar onu daha həvəslə yesinlər. Və biz də ürəklə sevinək ki, evladımız oturdu, yaxşıca yedi, durdu ayağa. İndi pişəndən sonra mən bunu bir balaca soyutdum, suyunu bir qırağa aldım, yəni həlimini bir kasaya tökdüm, özünü isə yenə də bu süzgəcimizin içinə qoydum. Gördüyünüz kimi pişirdiyim düyü o qədər də çox deyil. Onlardan belə 3 dənə belə küftə hazırlayıram. Hazır pişmiş düyüdən.
Əlimi isə o həlimin içində isladıram. Həlim bilirsiniz, girdə düyünün həlimi çox gözəl olur və çalışın onu tullamayın, ondan istifadə edə bilərsiniz, üzünüzə, əlinizə maska da eləyə bilərsiniz. İndi baxın, küftələrimizi hazırladıq. Balaca da belə, elə bil ki, qulaqlar hazırlamalıyıq bunlar üçün. Deyəcəksiniz, qara, yəqin ki, tanıdınız, qara zeytundur. Zeytun yoxdursa, qara nə ola bilər? Nane yarpağından eləyə bilərsiniz, nori deyilən yarpaqlar var, onlardan eləyə bilərsiniz. Ən rahatı isə qara zeytundur. Qara və ya yaşıl zeytun da ola bilər. Bunu belə ya tən ortadan kəsin, ya da ki, deməli, o tumu çıxardılmış zeytundan olmalıdır. Beləsinə də ortadan kəsə bilərsiniz, köndələnmə. Düz kəsdiklərimizdən qulaq hazırlayırıq. Göndələn kəsdiklərimizdən isə göz də hazırlaya bilərik və ya birdən çaşdınız, siz də qulaq, elə hamısını kəsdiniz yarı-yarı. Onda onlardan da göz eləmək olar. İndi mən sizə göstərərəm. Deməli, uşaqlar pandanı çox sevirlər, düzdürmü? Panda kekslər var, panda nə bilim, papaqlar var, panda şəkili sviterlərin üstündə var. Həvəsləndirib belə şeyləri bilirəm ki, uşaqlar yeyirlər. Əgər sizin yadınızdadırsa, indi bizim uşaqlarımız da balaca olanda biz onlara cürbəcür nağıllar fikirləşirdik. Nə bilim, qızarmış kartofu əlimizdə əzərdik, elə boş qabın qırağında. Oğlan uşağına deyərdi ki, ay samolyotlardır, bu burada nə bilim, təyyarə meydanıdır. İndi bunlar uçacaqlar, aç ağzı. Qızlara bir şey fikirləşirdik, nə bilim, bu təpəcikdir, bu nə bilim, nədir. Həmişə uşaqların başını allada ilə yedizdirmişik. Hərçənd ki, deyirlər ki, uşaq yemək istəyəndə özü yeyəcək, yemək istəməyəndə isə məcbur eləmək lazım deyil. Bu, indi belədir. O vaxtı yox, deyirdi, totuq olsun, yanaqları belə olsun, əllərin üstündə belə yamıçqaları, deşiklər olsun, gözəl olsun uşağımız. Bu, ətlə uşaq gözəl olmur, deyirlər. Sağlam olmalıdır. İndi isə panda var, nə bilim, Gukka Bob var, nə bilim, çoxdur da onların adı indi, hamısını bir-bir saymayın. Yəni ki, hər bir ürəyi sevdiyi multfilm qəhrəmanının maketini hazırlaya bilərsiniz. Düyüdən, vermişildən, nə bilim, xəmirdən, pizza şəklində eləyə bilərsiniz. Pizzanı məncə uşaqların hamısı yeyir. Orada həm pendiri olacaq, həm əti olacaq, hər şey olacaq. Baxın, 3 dənə belə panda hazırladıq. Deməli, ağzını da gördüyünüz kimi ağzını, burnunu da hamısını o zeytundan kəsib qoyduq belə. Orada bir şey yoxdur. Deməli, küftə elədiniz və zeytunla onu bəzədiniz. İndi bunu boşqaba gözəl qoymaq üçün bu elə belə götürüb qoysaq yaxşı görünməz. Əgər sizin salatınız varsa, salat qoya bilərsiniz, yəni kahı. Əlbəttə ki, bilmirəm, kahını uşaq yeyir ya yemir. Hər halda mənim nəvələrim ancaq böyük yeyir kahını. Kiçikləri isə Sezar salatının içində yeyirlər kahını. Başqa heç yanda yemirlər. Beləcə bunu qəşəcə qoyursunuz, panda ailəsidir. Bilirəm ki, göyərtiləri indi həvəslənib bir kisim bəlkə oturub xırda-xırda yeyərlər. Belə, amma yox. Yanına isə əlbəttə ki, yaşıl təzə xiyar doğrayıb qoyacağım. O da yaşıldır. Bilirəm ki, onu yeyəcəklər. Doyuğu da yeyəcəklər, düyünü də yeyəcəklər. Da mənə nə lazımdır? Ya sizə nə lazımdır? Yesinlər, doysunlar, dursunlar. Bu pandaları kartof püresindən də eləyə bilərsiniz. Problem deyil. Ondan da çox gözəl alınacaq. Və gördüyünüz kimi indi xiyarları da kəsirəm. Boşqabın qırağını bəzəyəcəyim. Deyim, çətindir? Yox. Əgər sizin evladınız indi sizin yanınızda, mətbəxdə olsaydı, bu küftələri eləyə bilərdimi? Eləyərdi. Xiyarı doğraya bilərdi? Bilərdi. Göyərtini boşqaba düzə bilərdi? Bilərdi.
Zeytunu da kəsə bilərdi. Kəsə bilməsə siz kömək eləyərdiniz. Düz deyilmi? İndi deyin mənə, bu cür xörəyi kalorisi azdır? Xeyr, az deyil. Uşaq doymaq üçün kifayətdir və sizə heç söz də demək lazım olmayacaqdır ki, ay bala, sən gəl otur, yeməyi ye, məni hirsləndirmə. Ya, yeməsən buradan durmayacaqsan, yeməsən onu eləməyəcəm, yeməsən bunu elə verməyəcəm. Yəni, nə siz hirslənəcəksiniz, nə balanız qanı qara alacaqdır, dilxor olacaqdır. Onun da özünə görə əsəbləri var, sizin də əsəbləriniz var. Ona görə gülə-gülə çağırın mətbəxə, bir yerdə hazırlayın, qoyun masanız biraz bulaşsın, nə olar? Qoyun yer biraz bulaşsın, nə olar? Bir dəfə bulaşacaq, ikinci dəfə bulaşmayacaq. Sizə uğurlar arzulayıram. Arzulayıram ki, balalarınızdan xoş günlər keçirdəsiniz. Belə gözəl özünüz fikirləşdiyiniz multfilm qəhrəmanlarını, ya evinizdə nə bilim, bəlkə pişiyiniz var, pişiyə baxın, bir şey düzəldin. İt var, itə baxın, bir şey düzəldin. Yəni, tənbəl eləməyin və uşağınızı özünüzün əsəbləri ilə oynamayın. Hələlik isə sizlə xudahafizləşirəm. Sağ olun, sağlıqla qalın. Özünüzdən, balanızdan müğayət olun və əsəblərinizi qoruyun. Onlar sizə hələ lazım olacaq. Oy, nə qədər lazım olacaq. Məktəb var, ali məktəb var, əskərlik var, hər şey var. Hələlik isə sizlə xudahafizləşirəm. Sağ olun, sağlıqla qalın. Sizi qucaqlayıram və sizdən hələlik ayrılıram. Videoları paylaşın və yenə də gəlin. Sizi gözləyəcəm. Xudahafiz.